Salam balaca dostlar. Gəlin birlikdə ingilis dilinin nə qədər əyləncəli olduğunu kəşf edək. Hazırsınız? Hə, nə deyirsən? İngilis dilində ilk sözlərimizi deməyə başlayaq? Əla, onda getdik. Yaxşı, gəl ən birinci, ən vacib bir sualı öyrənək. Bir şey görəndə onun nə olduğunu soruşmaq üçün nə deməliyik? Gəl baxaq. Biz öz dilimizdə asanca soruşuruq. Bu nədir? Bəs ingiliscə? Bax, ingiliscə bu sual belə səslənir. What is it? Gəl tələffüzünə qulaq asaq. What is it? İndi sən təkrarla. What is it? Super. Yaxşı, sualı verdik, bəs cavab? Məsələn, şəkildəki nədir? İnək. Biz deyirik, bu inəkdir. İngiliscə cavab isə belədir. It is a cow. Qulaq asın, tələffüzü belədir. It is a cow. İndi hamımız birlikdə. It is a cow. Çox gözəl. Və budur. İlk ingiliscə sözümüzü də öyrəndik. Cow. Deməli, cow nə deməkdir? Bəli, düz tapdın. İnək. Gəl bir də təkrar edək. Cow, inək. Bunu unutmayaq, hə? Super. İnəyi öyrəndik. İndi gəl başqa bir şirin heyvanla tanış olaq. Və təbii ki, yeni bir sual forması öyrənək. Bəzən bir şeyin nə olduğunu dəqiqləşdirmək istəyirik, elə deyilmi? Soruşuruq. Bu qoyundur. Bax, ingiliscə bu sual belədir. Is it a sheep? Diqqətlə qulaq as. Is it a sheep? İndi sənin növbəndir. De görüm. Is it a sheep? Əla. Və beləcə ikinci yeni heyvanımızı da öyrəndik. Sheep. Sheep nə deməkdir? Əlbəttə ki, qoyun. Deməli, cow, inək, sheep, qoyun. Super gedirik. Heyvanlarımızı artıq tanıyırıq. Amma gəl cümlələrimizi biraz da maraqlı edək. Necə? Onların rənglərini soruşmaqla. Biz soruşuruq, bu nə rəngdədir? İngilis dilində isə sualımız belə olacaq. What color is it? Gəl tələffüzünə baxaq. What color is it? İndi sən təkrarla, amma bu dəfə ucadan. What color is it? Möhtəşəm. Gəl qoyunumuza baxaq. Nə rəngdədir? Ağ. Ona görə də biz deyirik, bu ağdır. İngiliscə isə cavabımız belədir. It is white. Gəlin birlikdə tələffüz edək. It is white. Afərin uşaqlar. It is white. Budur üçüncü yeni sözümüz də gəldi. White. Deməli, white ingiliscə ağ deməkdir. Çox asan, deyilmi? İndi isə ən maraqlı hissəyə gəldik. Bilirsən nə edəcəyik? Bayaqdan öyrəndiyimiz bütün o sözləri birləşdirib əsl ingiliscə cümlə quracağıq. Hazırsan? Gəl bu cümləni bir puzzle kimi addım-addım yığaq. Birinci hissəmiz, rəngi. It is white, yəni bu ağdır. İkinci hissəmiz, heyvanın özü. It is a sheep, yəni bu qoyundur. İndi isə bu iki hissəni birləşdirək və nə alınır? It is a white sheep, yəni bu ağ qoyundur. Bax, gördün necə asan oldu. Yaxşı, indi isə hamımız bir yerdə bütün gücümüzlə bu cümləni deyək. Hazır? 3, 2, 1. It is a white sheep. Gəl bir də tələffüzü ilə deyək. It is a white sheep. Əla işdir. Vay, gəl görək bugün hansı 3 dənə yepyeni söz öyrəndik. Tez yadımıza salaq. Cow nə idi? İnək. Bəs sheep? Qoyun. Və sonuncu sözümüz white? Əlbəttə ki, ağ. Afərin sənə. İndi isə növbə sənindir. Balaca bir oyun oynamağa nə deyirsən? Otağına bir göz gəzdir, ağ rəngdə nə görürsən? Bəlkə bir yastıq, bəlkə bir oyuncaq. Onu göstərib ingiliscə it is white deyə bilərsən. Yoxla gör alınır. Gələn dərsimizdə görüşərik. Hələlik.